Bugün toxuduğumuz güllərin bəzəyi olan yarpaq toxumağı öyrənək. Toxuma yarpaqların növləri fərqli-fərqlidir. Gəlin bugün birlikdə başqa bir növünü də öyrənək. İlk öncə 25 ədəd zəncirimizi toxuyaq. Sensiz yollarda qalıb gözlərim, intizardan yan-yan əhdi unutma görüm. Mən 25 ədəd zəncir toxudum. İndi isə hər zəncirin içərisinə bir ədəd sıx ilmə toxuyuruq. Ümumilikdə 24 ədəd sıx ilməmiz olacaq. Sıx ilmələrimizi toxuduq. İndi isə sonuncu 24-cü sıx ilmənin üzərinə bir ədəd də sıx ilmə toxuyuruq. Keçirik ön hissəyə. Ön hissədə bir ədəd sıx ilmə toxuyuruq. Növbəti ilmənin üzərinə yarım sütun ilməsi toxuyuruq. Və başlayırıq sütun ilməsi toxumağa. Sütun ilmələrimizi toxuduq. İndi isə bir ədəd yarım sütun ilməsi toxuyuruq. Bir ədəd sıx ilmə toxuyuruq. Növbəti ilməyə eyni yerə 3 ədəd sıx ilmə toxuyuruq. Bir ədəd sıx ilməmizi toxuyaq. Bir ədəd yarım sütun ilməsi və sütun ilmələrimizi toxuyaraq davam edək. Sütun ilmələrimizi bitirdik. Bir ədəd yarım sütun ilməsi, bir ədəd sıx ilmə və sonda eyni yerə 2 ədəd sıx ilmə toxuyuruq. Və sıramızı bağlayırıq. İndi isə 25 ədəd sıx ilmə toxuyuruq. Təpə hissəyə çatana qədər. Sıx ilmələrimizi toxuduq və təpə hissədə eyni yerə 3 ədəd sıx ilmə toxuyuruq. Sıx ilmələrimizi toxuduq. İndi isə yenə sıra sonuna qədər sıx ilmələrimizi toxuyaraq davam edirik. Və yarpağımız artıq hazırdır.